Gəlin topologiyamızı bir balaca da böyüdək. Topologiyamızı böyütdükcə siz bu access list, NAT, sonra static root bu kimi şeyləri daha dərindən başa düşəcəksiniz. Okey. Gəlin topologiyamızı bir balaca da böyüdək. Mən əsasən burada istifadə etdiyim 2911 routerlar. Əgər siz başqa router istifadə etsəz, interfeys sayı çatmaya da bilər. Ona görə məsləhət görərdim ki, 2911-dən başlayasınız. Okey. Deməli, bura bir router, bir dənə də switch əlavə elədim. Bunun aşağısında 2 dənə PC əlavə eləyəcəm. Bu sonuncu PC-lər üçün bu routerlarda artıq mən DHCP konfigurasiya eləməyi planlaşdırmıram. Sadəcə birinci routerda DHCP-ni konfigurasiya elədim, həm də sizin də DHCP-nin konfigurasiyası yadınıza düşsün deyə. Okey. Gəlin o zaman bu routuru buna birləşdirdik. Həmçinin də aşağıya doğru kabellərimizi də bu formada birləşdirək. Birazdan topologiyamızı biraz da böyüdəcəyik. Okey. Mən burada istifadə edəcəyim subnetləri bu yerdə qeyd edirəm. Hansı ki 10.0.20.0 subnetini istifadə eləmişik. Burada da 192.168.30.0 subnetini istifadə edəcəm. Hansı ki /30 ilə 30.1 IP-miz bu yerdə olacaq. Bura .1 yazdım ona görə. Bu yerə isə .2. Yəni ki 30.1-i biz burada istifadə elədik. 30.2-ni isə bu interfeysdə istifadə edəcəm. Bu aşağıya baxan subnetimiz isə 40.0 subnet olacaq. 192.168 40.0 40.1-i ya da ki birbaşa 40.1 yazdım. Okey, 40.1-i bu yerə yazmağı planlaşıram. Bu routerun gigabit 0.1 interfeysini, aşağı baxan interfeysini. Yəni ki, bu PC-lər də 40.0 subnetindən IP alacaqlar. Bunlara IP-ləri manual olaraq yazacağım. 192.168 40.10 bunun IP-si olacaq. Bunun IP-si isə 192.168 40.20 IP-si olacaq. Bu IP-ləri bu PC-lərə statik olaraq verəcəm. Digərlərindəki kimi DHCP-dən planlaşdırmamışam. Okey, başladıq o zaman. Bu routerumuzun konfigurasiyasına başlayaq. Onu da deyim ki, bu PC-lər də internetə çıxarkən gələcək birinci bu router'a, sonra bu router üzərindən ISP-yə doğru gedəcək. Bu router özü birbaşa ISP-yə bağlı deyil. Bu router üzərindən ISP-yə doğru gedəcək. Okey. Bu routerun konfigurasiyasına başlayırıq. Configuration terminal hansı ki gigabit 0.2 interfeysini konfigurasiya edir. İnterfeys gigabit Ethernet 0.2 sonra IP adres 192.168.30.1 255.255.255.252 hansı ki /30-dan planlaşdırılmış. Burada da no shutdown yazdım. Exit. İndi isə keçək bu birisi routerumuza. Burada da interfeyslərə IP verək. Gəldik CLI tərəfə. No enable configuration terminal. Interface gigabit Ethernet 00 hansı ki bu sola baxan interfeysimiz. Orada dedik ki 30.2 IP-si olacaq. Enter. IP adres 192.168.30.2 255.255.252 hansı ki /30-dan planlaşdırmışdıq. Deməli bu interfeysimiz IP verdik. İndi isə aşağı baxan interfeysimizə IP verək. Interface gigabit Ethernet 01 01 enter. IP adres 192.168.40.1 255.255.255.0 hansı ki /24 ilə bura IP verdim və no shutdown yazmağı unutmuruq. Gəlin yoxlayaq doğrudan da interfeyslərə IP-ləri düz vermişik mi? Şu IP interface brief enter. Bu formada biz baxa bilərik. Doğrudan da 30. Bu interfeysə no shutdown yazmağı unutmuşuq. Onu elə bu yerdə gördük. Ümumiyyətlə siz konfigurasiyalar eləyərkən show komandalarınızdan yoxlamağı məsləhət görürəm. Necə ki biz elə indicə unutduq ki burada no shutdown yazaq. Bu formada da siz nələrsə unuda bilərsiniz və yaxud hansısa bir error notification qayıda bilər, o gözünüzdən yayına bilər. O baxımdan həmişə konfigurasiya eləyəndən sonra no shutdown yazmanızı, daha doğrusu show komandalarından yoxlamanızı məsləhət görürəm. Configuration terminal interface gigabit Ethernet 00 burada yazıq no shutdown. Okey. Gəlin indi yenidən yoxlayaq. Show IP interface brief enter. Hal-hazırda biz gördük ki interfeyslərimiz up vəziyyətdə. Yəni ki konfigurasiyalarımızın doğru olduğunu görürük. Okey. Gəlin indi biz PC-lərimizi konfigurasiya edək. Mən burada bu routerda hələ ki bilərəkdən bəzi konfigurasiyalar eləməmişəm. Birazdan ping atarıq və görərək ki pingimiz getməyəcək. Ondan sonra konfigurasiyalarımızı etmədiyimiz konfigurasiyaları eləyərik. Yəni ki bəzi şeyləri mən bilərəkdən hələ ki saxlamışam. Okey. Desktop tərəfə gəldik. Bayaq burada DHCP-dən IP vermişdik bu birisi PC-lər üçün. Burada isə manual olaraq yazıram. 192.168.40.10 subnet maskı burada yazıldı. Tab düyməsindən keçdim bura. Default gateway isə 40.1 olacaq. 192.168.40.1 enter. İndi isə keçək
digər PC-nin konfigurasiyasına. Bu PC-yə isə 40.20 IP-si verərik. Yenə də keçdik desktop, IP configuration, statik elə burada qalsın. 192.168.40.20 gateway isə yenə də 40.1 olacaq. Hansı ki, gigabit 0.1 interfeysinin IP-si olacaq. 40.1. Okey. Gəlin yoxlayaq. 40.10-dan pingimiz gedirmi? Hansı ki, 8-lərə pingimiz gedirmi? Gözləntimiz o ki, getməyəcək. Ping 8-lər burada yazdım. Enter. Hətta burada da destination host unreachable yazdım. Bunun üçün bu routerda bir neçə dənə konfigurasiyalarımıza ehtiyac var. Bu routerda biz default root yazmalıyıq. Hansı ki, internetə çıxa bilməsi üçün bu router'a doğru biz default root yazmalıyıq. Configuration terminal, IP root. Bayaq necə ki, bunun özündə biz default root yazmışdıq ISP-yə doğru. Bu dəfə isə bu routerda default root yazarıq bu router'a doğru. Hansı ki, 30.1-ə getsin deyə sıfırlar üçün. Okey. Okey. Bu formada default rootumuzu yazırıq. Gedəcəyi IP isə 192.168.30.1, hansı ki, bu yerin IP-si. Enter. Biz bunu yazıq. Bunu doğruluğunu bu formada siz yoxlaya bilərsiniz. Bir neçə dənə komanda var. Show run include rootla da yoxlaya bilərsiniz. Komandamızı gördük. Və yaxud burada include deyil də section, yəni ki, S yazdım qısaca. Enter. Bu formada da biz komandamızın doğruluğunu yoxlaya bilərik. Əlavə olaraq show IP root komandasıyla da yenə də eyni şeylər yoxlaya bilərsiniz. Burada da yazdım. Gateway of last resort is 192.168.30.1. Həmçinin də siz burada S ulduzla da yenə də görə bilərsiniz. Default root üçün 30.1-ə gedəcəyini görürük. Hələ ki, burada mən right yazdım. Hələ yenə də bizim pingimizin getməyəcəyini gözləyirik. Enter. Vaxtı qabağa alaq. Görürük, hələ ki, pingimiz getmədi. Pingimizin getməsi üçün indi isə bu routerda biz konfigurasiyalar eləməliyik. Bu routerda birinci biz NAT-ı konfigurasiya eləməliyik. NAT üçün access listimiz vardı. Bayaq biz access listdə demişdik ki, 10.0 və 20.0 subnetini 60.2-yə çevir. Bu dəfə deməliyik ki, 40.0 subnetini də 60.2-yə çevir. Bunun üçün access listimizi konfigurasiya eləyək. Access list 50, elə bayaq da 50-dən istifadə eləmişdik. Permit 192.168.40.0. Sonra da wildcard maskımızı yazırıq. 00255. Okey. Amma biz bu access listi bayaq istifadə eləmişdik. Bu yerdə show run include NAT-dan ona baxa bilərik. Burada da bayaq görmüşdük ki, access list 50-də olan IP-lər gigabit 0.1-in IP-sinə çevrilsin. Bu komandamız qalır. Eyni komandanı təkrar yazmamıza ehtiyac yoxdur. Amma bunu yazmamıza ehtiyac var idi. Okey. Əlavə olaraq biz bayaq yazmışdıq ki, show IP NAT statistics, hansı interfeyslərimiz outside, hansılar inside, onları yazmışdıq. Outside'da gigabit 0.1 göstərmişdik. Inside'da isə gigabit 00.10 və 00.20 subinterfeysini biz göstərmişdik. Eyni formada inside üçün gigabit 0.2-ni də biz göstərməliyik. Okey. Configuration terminal interface gigabit ethernet 00, daha doğrusu 02. Burada yazırıq IP NAT inside. Okey. Bunu da yazdıq. Hələ yenə də pingimiz getməyəcək. Bəzi konfigurasiyalarımız yenə də qalıb. Sonuncuları siz belə yoxlaya bilərsiniz. Show IP NAT statistics. Okey. Bayaq outside gigabit 0.1 idi. O yenə də qalır. Inside isə gigabit 0.2 əlavə oldu. Bayaq gigabit 0.2 inside-da yox idi. Əlavə olaraq 00.10-umuz da qalır. 00.20 də inside kim qalır. Okey. Sonra əlavə olaraq siz show run komandasıyla da interfeyslərin altındakı konfigurasiyaları görə bilərsiniz. Okey. Burada da show run-da əsas göstərmək istədiyim subinterfeyslərin altında IP NAT inside, burada da ikinci subinterfeysimiz IP NAT inside. Burada yuxarı baxan interfeysimizdə IP NAT outside yazmışdıq, həm də ki gigabit 0.2 interfeysimiz var, bu sağa gələn interfeysimiz. Orada da IP NAT inside komandasını biz yazmışıq. Əlavə olaraq DHCP ilə bağlı bir dənə də bir şey göstərmək istəyirəm. Show run S DHCP enter. Bu formada da siz baxa bilərsiniz. Exclude adreslərimiz 10.1-dən 10.10-a kimi idi. Həmçinin də 20.1-dən 20.20-yə kimi idi. Sonra iki dənə pulumuz vardı. DHCP pulumuz. Hansı ki IT adında, bir də ki HR adında. IT adındakı pulda 192.160.10.0 subnetin IP-lər verəcəkdi. Default gateway 10.1 DNS də 8-lərdir. Oxşar formada HR üçün də buradan görə bilirik. Okey. Biz hələ də pingimizin getməyəcəyini gözləyirik.
8-lərə ping atdım. Vaxtı da qabağa alıram. Görürəm ki, yenə də pingimiz getmədi. İndiki halda pingimizin getməməyin səbəbi isə bu router 40.0 subnetin harda olacağını bilmir. Gəlin buradan baxaq. Show IP route. Show IP route'da biz görərik ki, 40.0 subneti haqqında heç nə yoxdur. Burada default route'umuz var. İndiki halda routing table'da 40.0 olmadığı üçün onu burada axtaracaq. Amma biz static route yazarıq indi. Deyərik ki, 40.0 subnetinə getmək istəyirsənsə, bu routerda deyərik, 40.0 subnetinə getmək istəyirsənsə, get 30.2-yə. Onu konfigurasiya edək. Configuration terminal, IP route. Bayaq default route yazırıq. İndi isə ID static route yazırıq. 192, 168, 168, 40.0-a getmək istəyirsənsə, hansı ki /24 ilə get 192, 168, 30.2-yə. Pəncərəni biraz sola doğru çəkim. 30.2, yəni ki, bu yerə getsin. Enter. Gəlin baxaq. Show IP route. Routing table'da biz baxıb görə bilərik. 40.2 üçün görürük ki, 40.0-a getmək üçün 30.2-yə getdiyini görürük. Artıq pingimizin gedəcəyini gözləyirik. Enter. Pingimiz getdi. Bunun üçün biz bir neçə dənə konfigurasiyalar elədik. Hansı ki, yeni əlavə elədiyimiz topologiya tərəf, bu sağ tərəf üçün. Deməli, bu routerda biz default route yazdıq. 30.1-ə getsin. Əlavə olaraq bu routerda biz bu Gigabit 02 interfeysini IP-NAT inside yazdıq. Əlavə olaraq access listə biz 40.0 subnetini də əlavə elədik ki, 60.2-yə çevrilə bilsin. Həmçində bu routerda dedik ki, 40.0 subnetinə gəlmək istəyirsənsə, get 30.2-yə. Okay. Videomuz çox uzun olmasın deyə videonu burada stop edirəm. Yeni videoda topologiyaya əlavə switch və switch router PC-lər əlavə edəcəm.